Müsəmməmə məsələ atmısınız, baxaq. Eyni məsələdən miqə düşübdür. Keçən il suallardan, keçən il yox, o birisi il deyəsən suallardan biri idi. Monohibrid çarpazlaşma nəticəsində F2 nəslindən alınan homozigot sarı toxumların 60%, heterozigot genotipli sarı toxumların 40% məhv olarsa, nəsildə fenotiplərin nisbəti necə olar? F2 nəslində nə alınır? F2 nəslində böyüyə-böyüyə, 2 dənə böyüyə kiçiyə və kiçiyə alınır. Faiz olaraq kiçiyə 25%-dir. Böyüyə kiçiyanı 50% götürürük. Böyüyə 25% olur. İndi məsələ bizə deyir ki, homozigot sarı toxumların 60% məhv olubdur. Yəni 25%-in 60%-i məhv olur. 60-a vururuqdur, 100-ə bölürük. Bu da eləyir 15. Yəni 15%-i məhv olubdur. 25% olduğuna görə 25-dən də 15-i çıxarıq, yerdə qalar 10. Deməli, alınan toxumlar, yəni yerdə qalan homozigot sarı toxumlar 10% təşkil edir. Digər heterozigotları da hesablayaq. Heterozigotların da 40%-i məhv olubdur. Bunu da hesablayaq. Deməli, bu zamanda onlar 50% idi. 50-ni vururuq 40-a, bölürük 100-ə. Bu da eləyir 20. Onda 50%-dən də 20%-i çıxırıq. Yerdə qalır 30. Deməli, 30 da heterozigotlar qalır. Kiçiyə da elə 25 olaraq qalır. Onda heç bir dəyişilmə yoxdur. Və bizdən nə istəyir? Bizdən istəyir ki, nəsildə fenotiplərin nisbəti neçə olar? Burada fenotiplə işləyiriksə, biz sarı toxumları cəmləməliyik. Sarı toxumlar homozigot və heterozigotdur deyə 10-la 30-u cəmləyirik. Bu eləyir 40. Və 25 də öz yerində qalır. Sonra 40-la 25-i ixtisar eləyirik 5-ə. 40-ı 5-ə ixtisar eləyəndə 8 düşür, 25-i 5-ə ixtisar eləyəndə 5 düşür. 8 bölü 5 cavabı burada A variantında görünür. Cavab A variantı olacaq.